Xaçmaz rayon 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Elnur Cəlilov uzun illərdir ki, ətraf mühitin mühafizəsi, təbii sərvətlərimizin qorunması və ekoloji tarazlığın təmin olunması istiqamətində nümunəvi fəaliyyət göstərən peşəkar və prinsipal rəhbər kimi tanınır. Elnur Cəlilovun rəhbərliyi dövründə idarənin fəaliyyəti daha da güclənmiş, ekoloji nəzarət tədbirləri sistemli və ardıcıl şəkildə həyata keçirilmişdir. Meşə fondunun qorunması, qanunsuz ovçuluq və təbii ehtiyatların talanının qarşısının alınması, su və torpaq resurslarının mühafizəsi sayəsində görülən işlər onun işinə məsuliyyətlə yanaşdığını bir daha sübut edir. O yalnız rəhbər kimi deyil, həm də vətəndaşlarla səmimi münasibət quran, ekoloji maarifləndirməyə xüsusi önəm verən ziyalı şəxsiyyət kimi seçilir. Əhali arasında ekoloji mədəniyyətin yüksəldilməsi, gənclərin təbiətə sevgi ruhunda tərbiyə olunması istiqamətində həyata keçirilən tədbirlər Elnur Cəlilovun təşəbbüskarlığının bariz nümunəsidir. Kollektiv arasında sağlam iş mühiti formalaşdıran, əməkdaşlarının peşəkar inkişafına dəstək olan Elnur Cəlilov dövlətçiliyə sədaqəti, işinə dürüst yanaşması və yüksək təşkilatçılıq bacarığı ilə hörmət qazanmışdır. Belə məsuliyyətli və vətənpərvər kadrların fəaliyyəti ölkəmizin ekoloji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Xaçmaz rayon 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Elnur Cəlilovu qarşıdan gələn yeni il münasibəti ilə səmimi qəlbdən təbrik edirik. Yeni ilin sizə möhkəm can sağlığı, ailə saadəti, işlərinizdə davamlı uğurlar və yeni nailiyyətlər gətirməsini arzulayırıq. Ətraf mühitin mühafizəsi, təbii sərvətlərimizin qorunması naminə göstərdiyiniz məsuliyyətli və fədakar fəaliyyətinizin gələcəkdə də uğurla davam etməsini diləyirik. Qoy yeni il plan və məqsədlərinizin reallaşdığı, kollektivinizlə birgə daha böyük uğurlara imza attığınız, xoş və sevincli anlarla yadda qalan bir il olsun. Yeni iliniz mübarək olsun.